Değerli Avtomerka saytının izleyicileri, her birinizi salamlayıram. Bugün yeni bir aksiyona çıxmış avtomobili sizlere təqdim edirəm. Buyurub baxın. Avtomobilimiz Hyundai Elantra 2018-ci ildir. 2 sadə Dodge mühərrikdir. Vizual olarak görürsünüz. Avtomobilin vandalizm zədəsi ilə çıxıb, yəni elə bir zədəsi yoxdur, sadəcə vandalizmidir. Köhnə tarixçəsi yoxlanılıb, avtomobil ideal vəziyyətdədir, başqa heç bir qəzası falanı olmayıbdır. Vaxtında servisdə keçirilib. Avtomobil qısa bir vaxtda 30 iyulda aksiyonda oynanılacaq. Buyurub hər biriniz müraciət edib bizə bu avtomobili sifariş edə bilərsiniz. Avtomobilin indi al dəyəri $2500'dır. $2500 bu avtomobili əldə edə bilərsiniz. Yerdə qalır, qalan rəxsodları. 2 sadə Dodge mühərrikdir, 134 min mil yol gedibdir. Ancaq servisi kitabçası var deyə, servisdə qulluq olunub deyə çox əla vəziyyətdədir. Yəni alsaz peşman olmazsınız. Buyurun. Deməli, avtomobilimiz CL variantıdır. Fulldan bir pillə geridir. Avtomobil sport variantıdır. Bir dənə lüku yoxdur. Qalan bütün funksiyaları var. Saymaqla qurtarmaz. Dəyərli müştərilərimiz, izləyicilərimiz Avtomerka saytının vasitəsilə bizimlə əlaqə saxlayıb avtomobil əldə etmək sizlər üçün daha bir asandır. Qalan əlavə yol kirəsi və komissiyası var. Onlarda kim istəsə bizə yazar. İlkin yazışma ilə və yaxud da ofisə yaxınlaşmaqla informasiyasını geniş şəkildə əldə edə bilərsiniz. Hələlik bu qədər qısa informasiyalarını verdim. 2018-ci il 2 sadə Dodge mühərrik 134 min mil yol gedibdir. İndi al qiyməti $2500'dır. Qalan orada qalır komissiyası, bir də yol xərci. İstədiyiniz vaxtı bizə müraciət edə bilərsiniz. Avtomobil qısa vaxtda satışda olacaq. Hələlik sağ olun.